Bayaqların belə bir sual var idi, mən səsləndirmək istəyirdim onu. İşıqlarla bağlı idi. Qaranlıq vaxtı qabarit işığı işləmirsə, sürücü bu halda nə etməlidir? Qabarit işıqlar bildiyimiz kimi avtomobilin qabaritini göstərmək üçündür. Bəli. Və qabarit işıqlar faraların yaxın və ya uzaq işıqlarını biz qoşanda, elə duman faralarını qoşanda avtomatik olaraq qabarit işıqlar qoşulur. Bildirir ki, avtomobilin qabaritləri harda. Sukanın qaranlıq vaxtı və məhdud görünmə şəraitində dayanmış durmuş nəqliyyat vasitələrində qabarit işıqlar yandırılmalıdır. Əgər işıqlar işləmirsə, burada da iki hal var. Dayanma durmanın qadağan edilmədiyi yerdə nəqliyyat vasitələri dayanırsa, sürücü çalışmalıdır ki, avtomobili ümumiyyətlə yoldan çıxarsın. Əgər yoldan çıxarmaq mümkün deyilsə, avtomobilin arxa tərəfində qəza dayanma nişanını quraşdırır. Ola bilsin ki, dayandığı yer dayanma və durmanın qadağan edildiyi yerdir. Bu avtomobil orada qabarit işıqlarının nasazlığı səbəbindən dayanıbsa, ya qəza dayanma işıq siqnalını qoşmalıdır, ya da ki, qəza dayanma nişanını quraşdırmalıdır.